sevinsinler. Sabir bayramı her gün sevsinler. Şok kalmadan maraqlı qonaqlar. Her sözümüz tam səmimi olar. Dünya deve diyecek öz sözü. Qoşul bizə və şahid olursun. Hər eksklusiv burada səslənər. Tam səmimidir bizim söhbətlər. Tam səmimi, tam səmimi söhbətlər. Tam səmimi. Jay Honor. Jay Honor. Honor. Hər vaxtınız xeyir olsun əziz tamaşaçılarımız, xoş gördük hər birinizi. Bəli, gəldik efirimizdən, yenə də Doğma kanalımızdan sizi salamlamağı Allah Taala bizə qismət nəsib elədi və mən bir daha dəyərli tamaşaçılarımızı salamlayıram. Xoş gördük sizi, hörmətli dəyərlilərimiz, hörmətli qiymətlilərimiz. Xoş gördük. Düşünürəm 2 saatımız bugün çox gözəl keçəcək. Dünəndən artıq bir anons eləmişdim, bilirdiniz ki, bugün kimlər burada olacaq? Sevimli şairəmiz Nazilə xanım Səfərli, gözəl xanəndələrimiz, gözəl ifaçılarımız, Nigar xanım Şabanova, o cümlədən Mirələm. Mətbəximizdə kardioloq Nurani xanım olacaq birazdan sonra. Burada gözəl bir proqram düşünmüşük sizin üçün. İnşallah ki, sizin də ürəyinizcə olar. Beləliklə, deməli, telefon nömrələrimizi bilirsiniz. Röya xanım buradadırsa, bugün bolluca tamaşaçılarımızdan ünsiyyət qura biləcəm, danışa biləcəm. 018-dən 648-08-47 dəyişilməzliyini qoruyur, saxlayır. Sadəcə zəng vurmaq lazımdır və belə deyək də, burada sevvətləşmək lazımdır. O səbəbdən də harada yaşamağınız yenə söylüyorum. Önəmli deyil, əsas önəmli olan doğma kanalımızda doğmalaşmaqda. 88-72 SMS nömrəmizdir. Bu Azərbaycanımızın daxilində istifadə edilən SMS nömrəmizdir ki, Azərsel müştəriləri 050-051 nömrələrindən bizə SMS yazıb göndərə bilərlər. Amma ölkəmizin hüdudlarından kənarda yaşayan Azərbaycanlılarımız sizə doğrudan sonsuz təşəkkür. Dünən 2.700.000 SMS almışdıq. Həqiqətən də bir şok olmuşdum burada. Təsəvvür edin ki, əlimizdəki planşetimiz, tablomuz donmuşdu. Demək, belə deyək də və bugün də o SMS-ləri gözləyirəm. Bilirəm ki, bolluca SMS-lər yazacaqsınız. Belə, 070-lə 269-31-39 yeni WhatsApp nömrəmizdir. Oradan da bizi arayıb axtara bilərsiniz. Instagram dostlarımız birazdan online olacaq Instagramda da. Oradan like-larınızı, şərlərinizi göndərirsiniz. Oradan da SMS-lər oxunacaq. Amma istəyirəm indi dəvət edeyim bura. Bizim çox sevimlimiz. Onun şeylərini sevməyən yoxdur, istəməyən yoxdur. Özü də iyniyə sap olub, yemir, içmir, kişi ona deyəsən şişin ucunda çörək yedizdirir. Deyir, bəsdir yediyin indiyə nə qədər, indən belə də az yaşa. Görüm necə yaşayırsan. Şübhəsiz ki, söhbət kimdən gedir? Nazilə xanım Səfərlidən gedir. Gəlsin. Salam Meliykim, necəsən? Salam, xoş gördük Nazilə xanım. Necəsən? Buradan da. Nazilə xanım, bu nədir əlində getdi? Çay içirəm də, neyim? Aha, bu çay nəsə o biri çaylarda adını çəkməyək, amma sizi belə zəiflədən bu çaydır. Hə, arada ümumiyyətcə mən bitki çox içirəm. Səhər yeməyim üstündən 1 saat keçdiyinə görə çay içməliydim, tam diyeta qoruyuram. Ona görə də çay içirəm. Yemirsən, içmirsən? Niyə yemirəm? Səndən də çox yeyirəm, amma baxır nə yeyirəm də, sağlam yeyirəm. Deyərsən biz də sənin kimi sağlam yeyərik. Yemirəm lülə, yemirəm yağlı dolmalar, yeyirəm qəşəng soyutma balıq, yeyirəm soyutma ətlər, toyuqlar, yaxşısından. Ferma görməmiş, dağda gəzən, çəmən otlayan. Yaşamırsan. Hardan gəlir? Borçalıdan gəlir bunlar? Baxır da kimin ürəyi yaxşıdır, bir də görsən Elə buradan? Türkiyədən də gəlir payım.
Hər yerdən gəlir. Kanatlar sağ olsunlar. Pis yaşamırsan. Çox sağ ol. Xoş gəlmişsən proqramımıza Nazilə xanım bir sözlə. Həmişə sən gələsən, Təşəkkür bilirsən ki, edirəm. səni çox istəyirik. Qarşılıqlıdır. Həqiqətən də dəvət eləyirik. Keçən proqramımızda Gülyaz xanım Məmmədova ilə qonaq oldu. Bu proqramımız biz təkrar yayımında nümayiş Möhür oldu, etdirdik. möhür. Çox gözəl bir proqram oldu. Bugün də düşünürəm elə bir proqram olacaq. İnşallah. Və nəğməli qonağımızın birini dəvət eləmək istəyirəm, amma ifası ilə dəvət eləyəcəm. Onu mən çox istəyirəm. O mənim dostumdur. Hamımızın dostu. Elə hamımızın dostudur. Bildim ki, buradadır, ona görə Nazilə xanım da bugün, əslində Nazilə xanım başqa gün salacaqdı proqramımıza. Bildim ki, burada dedim, qoy o xanım da burada olsun, çünki dostdular. Nigar xanım, Şabanova gəlir ifası ilə.
Teşekkürler Nigar xanım, xoş gəlmisən, səfa gətirmisən. Necəsən, nə var, nə yox? Yaxşı, çox sağ Hə, olun. Nigarın səsindən var bəyən Nazlı xanım. Avazı gözəl, səsi gözəl, özü gözəl. Çox sağ olun. Həqiqətən də geyimi, səhnə mədəniyyəti gözəl bir xanımdır Nigar. Çox sağ ol, Dəyişirsən. Samir. Hə, Nigarda bir dəyişiklik Qəm var. görürəm Nigarda. Saçlarında yox biraz dəyişiklik var. Bir də gözünün işığı biraz azalıb. Adam həssas salarıq biz. Hocam, bəzən adam deyirlər ki, adam sevəndə gözünə bir işıq gəlir, bir nur gəlir, amma İndi deyirsən bu qız sevmir. indi hiss edirəm ki, yox deyəsən. Oo, sən falan baxırmısan bala. Aha. Nigar düz tapmışam yoxsa yox? Ne bileyim. Buyurun tamaşaçılarımızı salamla. Salamlayıram hamını. Sizi də xoş gördük. Çox şad oldum çünki Nazilə xanım burada. Sən burada, dostlar hamısı cəm olub. Bizi izləyən tamaşaçılar da salamlayıram. İnşallah inanıram ki, buradan pozitiv enerji ötürə biləcək onlara. Dəyərli vaxtlarını ayırdıqları üçün də minnətdarıq. Doğrudan biz minnətdarıq. Nazlı xanım, iki daşın arasında soruşdum. İki daşın arasında da, yəni biləsiniz ki, Nazlı xanım dedi, deyəsən Nigarı qastrol aparacağım. Astrolog param. Aha, yəni bu günləri O mövzumuz qədər səfərlərdir. sevirəm. Hə, doğrudan? Heç bilmirdim. Bəli, səfərlərdir bu günləri. Təsadüfə bax. Maraqlı səfərlərdir. Aparırsan Nigarı qastrola. Demək, ümumiyyətcə bu bugün deyil, illərdən bəri Nigarın səsinə olan məhəbbətdən özünə yaxınlıq olub da. Yəni, adam var ki, birinci özünü tanıyırsan, sonra baxıb görsən kim imiş bu. Amma Nigarın səsinə olan məhəbbətdən yaranıb mənə Nigara qarşı mehribançılıq. Sonra mən bu keçən ilimizin sonlarında İzmir şəhərində qastrolda oldum. Dünya Qara Papaqlar Birliyinin sempozyumunda, qurultayında. Oradan bir başqa bir səfər doğdu. Bizim gözəl dostlarımız var Türkiyədə. Onlar zəng vurdular ki, bəs Afyondur, Afyon şəhəri. Afyon şəhərində universitet dəvət edir, rəsmi dəvətdəyik əslində. Bizim Bakı Dövlət Universiteti ilə Afyon Universitetinin dostluq imzası atılacaq və biz o konsertdəyik. Mənə dedilər ki, dəstə topla. Mən dedim, mən Nigarla gəlmək istəyirəm. Heç Nigara deməmişdim ki, mən səninlə getmək istəyirəm. Özümdən dedim, mən Nigarla gəlmək istəyirəm. Bilirsiniz, bu son zamanlar insanlarda itibarsızlıqlar vardı ya, dedim, qoy həll edim, sonra deyim də. Birdən deyərəm, alınmaz, neynənməz. Sonra dedim ki, bəs girin, baxın, görün kimdir, nə cür oxuyur. Oxumağını görən kimi dedilər ki, bəs hə, çox... Necə sən bayaq dedin, səhnə mədəniyyəti duruşu, hər bir şeyini bəyəndilər və okey oldu. Belədir də, o dəqiqə bəyənilir. Bu qızın canı yanması, bunun canında nələr O var? dəqiqə bəyənilir. Ot parçasıdır. Bir görən elə deyir ki, yox, Nigar olmalıdır. Uğurlar arzuluyuruq. Nigar ümumiyyətcən... Sonuncu çərşənbə günü biz təyyarədə olacaq və ömrümdə birinci dəfədir ki, ilaxır çərşənbəni mən qeyd eləyəcəm təyyarədə. Yəni xəbəriniz olsun, bizimlə gedən 8 nəfər ekibin, hamısına deyirəm, 14-ü. 14-ü. Hamısına deyirəm, xonçasız təyyarəyə minmək qadağandır. Orada biz ilaxır çərşənbə qeyd Çox eləyəcək. maraqlı bir, çox maraqlı bir uçuş olacaq. Maraqlı, Həqiqətən. Və hörmətli tamaşaçılarımız yer gəlmişkən bizi bilirəm ki, Nazlı xanım buradadır deyə bir daha yadıma düşdü. Bizim də məhz mart ayı səfərlərimiz var. Deməli, ayın 21-də biz Gürcüstan Respublikasında olacaq. Hörmətli borçalılarımız, Gürcüstanda yaşayan Azərbaycanlılarımız tam səminin kameraları orada qurulacaq. Martın artıq səhv eləmirəmsə 25-indən sonra 24-dən 30-una qədər Rusiyada olacaq. Sankt-Peterburg, Moskva tam səminin növbəti çəkilişləri və Azərbaycanımızın bölgələrinə görüşlərimiz var. Və sizinlə bərabər Borçalıya yenə Dünya Qara Papaqlar Birliyinin sədri, çox dəyərli dostum Seyfullah Türksoy və onun başının dəstəsi gələcək. Düz bir tir maşını ilə bir Borçalı məktəblilərinə geyim ləvazimatları gətirəcəklər. Yəni, ayaqqabıdan tutmuş
üst geyimə qədər gətirəcəklər və proqramda budur ki, öncə baş keçiddən, dağdan arana inəcəklər. Xəbəriniz olsun, əziz məktəblilər, sizə hədiyyə Hədiyyələr olaraq gəlir. Seyfullah abiniz çoxlu Tamam, paltar biz də gətirir. yetərincən çəkərik, tamaşaçılarımıza nümayiş etdirərik. Nazlı xanım, səfərləri çox sevirsən, ümumiyyətlə. Səfər... Baxır yoldaşa. Ümumiyyətlə çox olmusan xarici ölkələrdə. Biraz olmuşam. Məsəl üçün, harada olmusunuz? İsraildə, Belarusiyada, Türkiyənin demək olar ki, çox yerində, Rusiyanın çox yerində, Gürcüstanda, sonra yadıma da düşmür. Nigar qədər olmamışam onu da deyim. Nigar Fransaya elə gedir, elə bir Şəmkirə gedir. Aha, bəli. Aha. Amma olmusan səfərlərdə. Xeyli olmuşam, hə. Nigar Amma xanım, lap da çox yox. siz haralarda olmuşsunuz? Sayım yoxsa olmadıqlarımı sayım. Olduqlarınızı say, sonra olmadıqlarınızı Gedib məndən. Mən təyin harada edəyək. olmamışam ki. Hə? Ən çox getdiyim ölkə düzdür Fransadır. Mən deyəndə ki, Fransaya gedirəm, xalam qızlar deyir, vallahi elə deyirsən, Əhmədiyyə zada gedəcəksən. Fransaya deyirsən, deyir, qız ağzında Fransa deyirsən. Fransaya getmək. Bir 13-14 dəfə daha çox Fransada olmuşam. Elə bu yaxınlarda da Fransadan gəlirəm. Aha. Sonra Skandinaviya ölkələrində İsveçdə olmuşam, Norveçdə olmuşam, Amerikada olmuşam. Çində olmuşam. Bir, iki, üç dəfə Almaniyada olmuşam, Koreyada olmuşam, İtaliyada olmuşam. Bir, üç dəfə də İtaliyada olmuşam. Əməlli olmuşuq, gəzmişik çox. Oy, Oxşadıram. haralardayım? Oxşuyur. Oxşayır. Bir anlıq bənzətdim. Amma Haralar sayım hər yer, nə bilim, çox mən yerdə olmuşam. Misirdə olanda saçlarım qaraydı. Onlar gözə baxıb qiymət verirlər də. O heç kim danışa bilmir. Elə deyirlər ki, Kleopatra yoxşu. Göstərir əlindən ki, sən Kleopatra yoxşusun. Doğrudan. Hə, gözlərinə baxanda İndi də deyirlər. bənzətdim. Makiyajdan. Belə çəkib. Gözəlsən də Naziyə xanım. Belə çəkib. Xəşinə. Valla, bu saçla yaraşır Naziyə xanım. Mən də qısa qara təsəvvür edə bilmirəm. Belə daha gözəldir uşaqlar. Saç Belə daha gözəldir. Saçlarıma baxım eləyirlər, sağ olsunlar, tam təmənnasız xidmət eləyirlər. Vəfa xanım var, Sağ stilistim. olsun. Hə, onlar edirlər də şirkətin adını çəkmirəm, efir qaydalarına hörmət eləyirəm. Yəni mən demirəm mənə nə yaraşır, özləri bilirlər. İtaliyada mütəxəssislər gəlib, koloristlər gəlib, saç rəngləri müəyyən edirlər, özləri edirlər. Sağ olsunlar. Sağ olsun. Bəli, səfərlərdən danışırıq. Əziz tamaşaçılar, maraqlı səfərləriniz olubsa yazın bizə təfərrüatı ilə biz də bilək. Məsəl üçün bizə yazırlar 6719 nömrəsindən Sankt-Peterburqdan yazıram, baxıram. Samir, mən Sankt-Peterburqdan baxıram, təbrik edirəm. Təşəkkür edirik 6719 nömrəsindən. Sonra verilişə niyə çıxmırsınız, darıxdıq sizdən ötürünü 4787 yazır. Bu veriliş öncəsi yazıb deyəsən bizə, axırı çıxdıq da. Nə gözəl. Nə gözəldir, səni tanımadığın insanlar sənin üçün darıxır. Aha. Sonra salam sizi narahat edən Qusardandır. Amalya xanım yazır, bizə göndərir. Nigarı çox sevirik. Çox sağ olun. Aha. Belə yazır, göndər. Çəkir də biraz. Qan çəkir. Sən bir tərəfin Dağıstan. Dağıstan dəzgilərindəndir. Sonra 2988 bizə yazır. Necəsiniz Samir bəy? Bu cür gözəl xanımların əhatəsində necə olacam sizcə? Sonra yazırlar, zəhmət olmasa salamlarımızı çatdırın gözəl xanımlara 2839 nömrəsindən yazırlar, göndərirlər. Sonra bizə hardan yazırlar? Salam sizi narahat edən hardandır? Dərbəndəndir. 3244 nömrəsindən SMS aldıq. Təşəkkür edirik, hörmətli 3244 nömrəsi. Hörmətli tamaşaçılar, yazın bizə, SMS-lərinizi göndərin WhatsApp-dan və ya Azərbaycan daxili 88 72. Zənglərimiz də artıq var. Əməkdaşlarımıza zənglər də gəlir. İnşallah birazdan sonra tamaşaçılarımızdan da danışacağıq. Deyirəm, adama ləzzət eləyir. Adam dünyanın deyir, harasına gedirsən, get yanında öz simsarın olsun, öz belə deyək də sənə yaxın olan insan olsun. Onunla valla elə maraqlı olur bəzən. Adi bir şəhər belə, məsəl üçün, sənin üçün deyirsən ki, dünyanın ən gözəl yeri buradır. Çünki o sənin yanındadır. Bir ən dadsız yemək belə, onun yanında
Yaşamamısan? Mən səndən Onu şübhələnirəm yaşamamışam. son zamanlar Samir. Yəni incimə xətrinə dəyməsin. Qabaqlar belə də öldüm. İndi gözüm başın qaynayır. İndi ya yaz gəlir, qan Ay, qaynayır. yaz gəlir, Ya qan- nəsə sənin torbanda pişik var, boynun almırsan. Bilmirəm elə. Hə, Nigar xanım. Yox, hələ elə bir səfərə çıxmamışam. Ay, gedəndə- Ona görə deyə Gedəndə bilmərəm. kimdən gelirsən? Mən ancaq musiqiçilərlə gedirəm. Aha. Orkestrla gedə bilərəm, ansamblla gedə bilərəm, sənət yoldaşlarımla gedə bilərəm. Yəni elə bir xoşbəxtçilik elə Mama ilə yaşamamışam. də getirəmsən. Yox, anama uçağa minmək olmaz deyə. Hə, ona görə anamla da Mamasındakı getməmişəm. baldır da. Bilirəm, bilirəm. Yəqin bax, adı neydi? Akifə, Hə, Akifə xanım yəqin 100% baxır bizə. 100%. Çünki Akifə xanım mən toyda Nigarın qardaşının toyunda iştirak elədim, orada gördüm. O elə üzünə baxan kim bilir ki, zəhmətkeş anadır. Nazan sevir də o. Hə? Nazan sevir. Məndən çox o danışır. Aha. Akifə Mən də xanım onu sevirəm, salamlayırıq. qarşılıqlıdır. Salamlayırıq Akifə xanımı. Deməli yaşamamısan belə bir Yox. olmayıb belə bir şey. O bəxtəvərçilik elə nəsib Mən olmuyor. söz deyim. Aha. Kim hara istəyir yozsun. Mənim bir qonşum vardı. Hər qapıdan çıxanda deyirdi, hara getsən? Mən də mədəniyyətimdən buna başqa-başqa sözlər deyib ötürüb gedirdim. Axır bir gündə gördüm bu vərdiş eləyib bu sözü soruşmağa. Dedim, ay filan kəs, əyri getsəm sənə düz deməyəcəm. Odur ki, başqa sual ver. Sualı Ya, dəyişdik. doğrudan. Tamam. Sualı biz onda sualı dəyişirik. Nazlı xanımdan məncə bu Yəni məqam... getsə də deməyəcəm, amma getməmişəm, doğrudan Yo, yo. getməmişəm. Getməmişəm, doğrudan Yox, yox, getməmişəm. getməmişəm. Nazlı xanımın bir şeirin yeri var bax bu məqamda. İstədik Nazlı'dan bir şeir təqdim edək tamaşaçılarımıza. Artıq yazanlar da var ki, Nazlı xanım bizim üçün şeir söyləsin gözüm üstə. Siz istəyək ki, bizdən şeir istəyin, mahnı istəyin, nə bilim gözəl sözlər istəyin, əsirgəmərik. Buyurun Nazlı xanım. Bahar gəldiyinə görə bahar donlu olaq artıq. Olaq. Görsən, Nigar da gül çiçək açıb. Mən də bənövşə libasındayam. Bənövşənin vaxtı gəlir, yeri gəlmişkən. Girdim çiçəkli bağçaya, güllər məni qopar dedi. Tər sinəyə gül yaraşar, düz sinənə apar dedi. Gəzdim gül çiçək arası, sağala könlüm yarası. Çiçəklərin sap-sarısı səni hicran tapar dedi. Məst oldum bağda küləyə, dəyirdi ləçək-ləçəyə, nazilə sevən ürəyə, aşıq burada yatar dedi, yatar dedi. Sağ olayın Nazlı xanım. Təşəkkür edirik sizə. Siz də Allah sağ sizdən olun. razı olsun. Belə, doğrudan yaz gəlir adam qanı qaynayır. İndi sən yazda Borçalıya gedirsən. Hə? Səndə doğrudan nəsə var. Gördün? Nazilə xanım, Çox rentgendir. bilmişəm, O, Moskva demişkən görür hər Bilir nə var, şeyi. nə yox. Hə, hə. Bilir nə var, nə yox. Şimdi görüm gəlinimiz kimdir? Vallahi heç kim yoxdur. Ha, düzünü boynuna al, işin yüngül olsun. Yoxdur, hardadır. Hələ belə bir məsələ yoxdur. Niyə adam doğrudan sevəndə o dəqiqə özün yandırır? Peki adam özünü sevəndə yandırsın Aysan. Vallahi niyə adam sevəndə özün yandırır? Narisan, göydeşdə nə var ne yok. Doğrudan nəyindən bilir, gözlərin içinə nəsə... İndi ne bileyim. Gülüşdən. Aha. Gülüşdən həmən hiss olunacaq. Əhval-ruhiyyədən o enerjiki gəlir insana. Mövzu. İndi sen bak gör bu Gürcistana kimdense gedir. Bilmir nətər bizə bunu bildirsin. Hərliyib, fırlayıb bizə səfər, məfər başımızı qatırsan. Gürcistana? Yox, valla Gürcistana kimdən gedirəm? Bütün ekibini rengen eləyəcəm. Görüm sen kimden gedirsən. Kimdən gedir? Hə, valla biraz çətin məsələ oldu. Çətin məsələ oldu. Reklamlara ayrılmalıyıq. Sponsorumuz haqqında məlumat verim. Digər qonaqlarımız da olacaq, əziz tamaşaçılarımız, onları da təqdim eləyəcəm. Amma indi istəyirəm ki, reklamlara ayrılmadan öncə sizə Ləv Palaşarlı Sarayı haqqında məlumat verim. Əvvəla sponsorlarımızdan biridir Ləv Palaşarlı Sarayı. Yenicə təmirdən çıxıb 300-350 nəfərlik geniş ziyafət salı sizə təqdim olunur. Övladlarınızın toy büsatlarını, xına gecələrini, nişan mərasimlərini, o cümlədən doğum günlərini siz Ləv Palaşarlı Sarayında həyata keçirdin. Çox geniş, ürək açan, göz oxşayan bir məkandır. Təsəvvür edin ki, qiymətlər, menyunun qiyməti 25 manatdır. Əgər siz menyu eləmək istəmirsinizsə, Nazlı xanım, baxın, Şadlıq Sarayı icarəyə verilir.
Bəli, belə bir şeylər var. Dəbdir. Tutaq ki, icarəyə götürürsünüz Şadlıq Sarayını, boş Şadlıq Sarayını, da yeməyini, içməyini, nə bilim, ürəyiniz istədiyi şəkildə ora istədiyiniz müğənniləri, musiqiçiləri dəvət edirsiniz və nə istəyirsinizsə onu edirsiniz bir sözlə. O Şadlıq Sarayı sadəcə həmən gün sizin ixtiyarınızdadır. Deməli, ünvanları belədir, Sumqayıtdadır bu, 1-ci mikrorayonda Nəriman Nərimanov küçəsində. Keçmiş Rusiya Kinoteatrı ilə üzbəüz. Mobil operatordan əlaqə saxlamaq istəyirsinizsə 050-695-0405 nömrəsi sizin ixtiyarınızdadır. Buyurun, əlaqə saxlayın. Təşəkkürlər sevgi məkanı olan Ləv Palas Şadlıq Sarayına. Reklamlarımız da reklamlardan sonra burada görün kimlər olacaq. Bugün elə xoşbəxtəm ki, sanki uzadağam mən. Bugün elə xoşbəxtəm ki, sanki uzadağam mən. Elə bil ki, ilk dəfə oturmuş uşağam mən. Elə bil ki, ilk dəfə oturmuş uşağam mən. Bugün mən bilmirəm ki, nədir qıssa, nədir qəm. Bugün mən bilmirəm ki, nədir qıssa, nədir qəm. Axı əziz dost, bugün səninlə görüşmüşəm. Axı əziz dost, bugün səninlə görüşmüşəm. Bugün elə xoşbəxtəm ki, sanki qanadlı quşam. Bugün elə xoşbəxtəm ki, sanki qanadlı quşam. Elə bil ki, yanadan indicə doğulmuşam. Elə bil ki, yanadan indicə doğulmuşam. Bugün mən bilmirəm ki, nədir qıssa, nədir qəm. Bülbüləm gülşəndəyəm. Gəl gör nə halım var mənim. Ay, bir güləyərdən ayəm mən dolmaq. Hayalım var mənim. Ay bana mən necəyəm şkoləmindən. Mən necəyəm şkoləmindən. Çəkim səbr eləyib Mavziləmin can
Bu gün mən bilmirəm ki, nədir qıssa, nədir qəm. Bu gün mən bilmirəm ki, nədir qıssa, nədir qəm. Ah əziz dost, bu gün səninlə görüşmüşəm. 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 Teşekkürler, teşekkürler. Mirələm, o çox hörmətli xanəndəmiz, çox gözəl ifaçımız, dostumuz. Xoş gəlmişsən, Miri, sən də verilişimizə. Xoş gördük, Necəsən? sağ olun qardaş, çox sağ olun, minnətdaram, var olasınız. Təşəkkür edirəm dəvətinizə görə, efir qarşısında izləyən tamaşaçılarımızı salamlayırıq. Hər sabahları xeyirli olsun. Və burada gözəl xanımlarımız var, salamlayıram. Nazlı xanımı salamlayıram, Nigar xanımı salamlayıram, xoş görmüşük. Biz də səni xoş görmüşük və ötən proqramlarımızda deyəsən bir dəfə olmuşsan tam səmmidə Sevinç xanım Sarıyeva ilə. Çox maraqlı bir proqram olmuşdu. Çox maraqlı proqram olmuşdu, mənim yadımdadır. Və bugün də düşünürəm ki, elə o günümüzün davamında əziz tamaşaçılarımız. Mətbəximizdə siz bu xanımı belə görməmisiniz. Deməli, belə deyək də, adətən iş xanımlarını biz mətbəxdə də sınağa çəkməyi bacarırıq. İstəyirik ki, onları bir evdar xanım kimi də təqdim edək. Təbii ki, bir iş xanımı olaraq tanıyırsınız. Mən bilirəm ki, Azərbaycan, o cümlədən Avropa Kardioloqlar Cəmiyyətinin üzvü, çox hörmətli kardioloqumuz Nuraniyə xanım Əliyeva bugün bizləndir. Nuraniyə xanım, sizə salamlayırıq. Necəsiz? Salam, salam. Çox sağ olun, yaxşı olasınız. Mən də yemək pişirirəm sizə. Nə gözəl. Bir bazı gecikdin Əlvir. Hə, gecikdim, o mənim adətimdir o heç. Yəni, çata bilmədim işimlə bağlı. Bacardığım qədərilə. Mən indi deməli nə hazırlayacağam? Bəli. Nə hazırlayacaqsınız Nuraniyə xanım? Mən Ukrayna və Türkiyə mətbəxindən mən Kiyevski kotlet hazırlayacağam. Əslində Kiyev kotleti döş ətindən olur, toyuğun döş ətindən, amma çox əfsuslar olsun ki, bu biraz dondu. O yüzdən biz çəkilmiş ətdən istifadə edəcəyik, yəni heç bir fərqi yoxdur. Əsas odur ki, tam kıvamında alınsın. İnşallah, inşallah. Səmət olun, saçımızı biraz düzəldir, mikrofondan mayna olur Nuraniyə xanım. Və Türk tatlısı. Türk tatlısı olacaq. Bəh. Bugün Türk tatlısı ilə çay içəcəyik. Yəni, uşaqlarımız indidən işlərini bilsinlər. Nuraniyə xanım, neçə ildir fəaliyyət göstərirsiniz həkim kimi? Mən az müddətdir fəaliyyət göstərirəm, amma yəni göstərdiyim sürəcə çalışmışam ki, haqqına işləyəm, yəni Allah rızası üçün insanlara yardım edeyim, belə deyək də. Əslində, həkimlərimiz elə bir mənə olaraq bu cür xidmət göstərməlidirlər həqiqətən də xəstələrinə. Uğurlar arzulayırıq sizə, yaxınlaşacağım, yenə gələcəm yanınıza. Əziz tamaşaçılar, SMS nömrələrimizi görürsünüz. Bugün səfərlərdən danışırıq. Danışdı Nazilə biraz bizə. Nigar xanım da biraz ucundan qulağından danışdı ki, haralarda olub. Mirələmə də haçan zəng vurursan, səsi göylərdən gəlir. Yəni, o da səfərlərdə deyəsən az olmayıb. Nigar xanım maşallah deyir, söylə görüm, haralarda olmamsan. Sən haralarda olmuşsan, hələ olmuşsanlar deyək. Vallahi olmuşuq, sağ olsun, buradan bizim doğrudan muamıza dəyər verən bizim dövlətçiliyimiz sağ olsun. Çünki bir neçə müsabiqədir ki, məsələn, 5 müsabiqə olub, oradan hər 20 iştirakçı çıxıb, oradan indi üzərində çalışan uşaqlar ki var, məsələn, bizim sənət dostlarımız. Əgər sənətini davam elətdirirsə, doğrudan yaxşı inkişaf edirsə, onu həm səfərlərə, nə bilim, həm tədbirlərə, bəli. Elə insanlar da belədirlər, həm ziyafətlərinə, el şənliklərinə dəvət edirlər. Hər dəfə yarışmada nə qədər iştirakçı olur? 20 iştirakçı olur. 20 iştirakçı olur. 20 iştirakçıdan 3-ü, 4-ü belə yadda qalır. 6 finalist olur, yəni finalda 6. Ondan da nə bilim,
Biz Nigar'la bir yerdə olmuşuq da müsabiqədə. Nigar eyni... Bəli, bəli. Hə, biz Aha, sen neçənci olmuştun? Sen üçüncü olmuştun, Mirələm birinci olmuştu. Pes ikinci kim olmuştu? Maraqlıdır. Kamilə Nəbiyeva. Ha, Kamilə Nəbiyeva olmuştu. O 20'liğin içinde daha çok mesela bizim o üçün tanıdım. Sizi hiç tanıyırıq, Kamilə xanımı da tanıyıram. Siz başka kimler var idi? Məsəl üçün orada düz ora finala düşməyən uşaqlardan vardı, amma bugünkü gün maşallah, yəni ki, cəmaət də istəyir. Yəni tədbirlərdə də olurlar. Məsəl üçün bizdə Xalqı qızlardan yarışmasındadılar da. bəli, bizdə məsəl üçün qızlardan Günay idi, Zabit idi. Məsəl üçün onlar düşməmişlər. Sonra oğlanlardan Mustafa Mustafayev var idi. Yəni o hal-hazırda da yəni efirlərə çıxıyor. Yəni çox gözəl səsi var maşallah. Sonra yadıma düşdükcə. Yəni bir neçə yoldaşlarımız var ki, yəni Nigar hamı yadından çıxar. Mikrofonu. Mən müsabiqədən sonra 2011-ci ildə olub da müsabiqə. Müsabiqədən bu yana birinci dəfədir Mirələmlə verilişə düşmüşəm. Birlikdə. Təsəvvürünüzə gətirin. Həmişə o da efirə çıxanda, mən də efirə çıxanam. Amma heç bir yerə rastlamamışıq Yox, heç vaxt bir yerdə olmuyorlar. Yox, olmaz. Niyə? Onu gelində danışmıyor, belə maraqla baxıram ona. Niyə olmuyor? Niyə Nə bilim. Mən ürəyimə baxın da indi. Yox, mən deyim də, bu əksər sənətçilərə aiddir. Biz gedirik elin obanın məclislərində toy sahibləri, ziyafət sahibləri bizə qonaqlıq verir. Biz elə bilirik ki, çörək kəsirik. Amma biz çörək kəsmirik, biz başqasının çörəyini gəzirik. Bunların özləri təşəbbüs göstərmir axı ki, biri çağırsın ki, gəl qonağım ol. Darıxıram, gəl çay içək. Olsa belə olmaz ki, danlayaq bunları. Elə olub, amma verilişdə olmuyor. Hə, belə əyləşmişsiniz, ziyafətlərdə görüşmüşsünüz. Onda sənə qonaqlıq düşür. Mənə qonaqlıq düşür də indi. Böyük məmnuniyyətlə. Hə, bilirəm ki, Nigar qonaqlıqdan qorxan xanım deyil. Qonaqlıq deyir. Qonaqlığı bugünümüzdən Nurani xanım verəcək. Nurani xanım, hər ətdən Kiyev kotleti mən yeməmişəm. Nazlı yemisən? Yeməmişəm və toyuqdan olsa bəlkə dadına baxardım. Hə, sən pəhrizdəsən. O ət yağlıdır axı, gör bax. Prosta toyuq donubdur və bunu döymək lazımdır. Döymək lazım, biraz vaxt aparacaq. Döyüb içərisinə yağ qoyub bükürsən. Nə gözəl. Yəni bu bildiyimiz Kiyev kotletidir. Bəli. Bildiyimiz Kiyev kotletidir, Yəni amma tam bilmədiyimiz Ukrayna ətləndir. qaydasıyla bişirirəm. Tam Ukrayna qaydası ilə. Aha, tam Ukrayna mətbəxinə Bəli. əməl eləmək şərti ilə, amma bugün biz ətdən eləyirik. Mən heç vaxt yeməmişəm Kiyev kotleti ətlə. Görə indi Nurani xanım öhdəsindən nə cür gələcək. Əgər pişdüşlə aran necədir? Ey Allah, yaxşı. Yaxşı? Hə, çox yaxşı. Ev işlərinə yox, amma bişdüşlə çox yaxşıdaram. Görməmişik qardaş. Görməmsən? Nə deyəm? Deməli bir günləri Nazlı xanım, Nigar mən verilişdən çıxmışıq, getmişik çörək yeməyə. Əsamaslar qoyduğumsa. O təsəvvür ki, saat 2-də veriliş qutarıb. Biz o məkana çatdıq. Çox gözəl məkanlardan biri idi. Məkana çatdıq. Bir üçə işləmiş. Hə, üçün yarısı deyək də. Allah Allah, gecə saat neçələrə biz Bilmirik biz. təsəvvür eləyin. O otaqda yeyirik. O burada çay içirik. Yox, o bir otaqda artıq deyirlər çay süfrəsi hazır. Keçir o birisi otağa. Day buranı yığışdırmağa imkan olmur. Ondan sonra xəbər gəlir ki, bu birisi otaqda da nə bilim, nə süfrəsi. Ondan sonra təzədən xəbər gəlir. Bu birisi otaqda təzədən yenə sizin üçün süfrəsi olur. Elə dayanmadan yedik. Baxdıq gecənin bir yarısı biz oturub. Sağ olsunlar. Nazlı xanımın çox yaxşı dostları var. Getdik onlarla da çörək kəsdik. Bilmirəm izləyir, izləmir, amma görürsən yadımızdan çıxmır. Sağ olsun. Həqiqətən. Çörək unudulmur. Bəs niyə deyirlər ki, yedin dadındır, saxladın yadındır, xəşlədin adındır? Saxlamaq olmaz. Nazlı səfərdir. Nazlı bir şeir istəyək səndən. Mirələm gələndən sonra şeir deməmsən. Öncə bir şeir söylədi. Deyərəm. Yaxşı. Sifariş O aldım. Gülayə xanımın şeirini əzbərləyirsən. Gülayə xanımın yox, öz şeirimi. Gülayə xanıma nəzirə yazılmış. O sənin nəzirəndə o şeirə. Bəli, bəli. Tamam, o zaman eşidək. Deyərəm onu da, amma ürək həkimisiniz də siz. Hə, mən sizi biraz ruhlandırım öncə. Siz bizə zəhmət çəkirsiniz, biz də onun halallığını alaq sizdən. Halalınız olsun. Gedim çiçək alım, gedim gül alım. Dərmana buyurma mənə ay həkim. Doyur gözlərimi həyat eşqi ilə, dərmanla doyurma mənə ay həkim. Onsuz da qorxudan bağrım olur qan,
Həkimsən, mənim də bir halıma yan. Sən mənim sağlamlıq Allahıma dön, canımdan ayırma məni ay həkim. Tanrım Naziləni dərdə salıbdı, qapımı döyməyən dərd mi qalıbdı? Sağlamlıq nə yaman bahalanıbdı, nadanlar duyurmu mənə ay həkim? Bir eşqə düşmüşəm, mənə çarə qıl. Dərmansız, davasız ölürəm həkim. Mənim şikayətim dönük yarə qıl. Bu eşqin sonunu bilirəm həkim. Mən necə söyləyim, haram ağrıyır. Sinəmin altında yaram ağrıyır. Çoxu eşq əlindən qara bağlayır, mən də al geyinib gülürəm həkim. Üsyanım taliyə qarşı gərilib. Harda yaxşı bağ var, barı dərilib. Mənim yollarıma xəzan sərilib, gözlərim payızdır, silirəm həkim. Sənin taleyin də elə xoş deyil. Kim pənah gətirib, ki naxoş deyil. Nazilə dərd çəkir, dərd sərxoş deyil. Badəmi boşaldıb gəlirəm həkim. Bir dinsiz əlində ölürəm həkim. Həqiqətən, çox sağ ol Nazlı xanım. Həqiqətən. Çox gözəl, day belə Nazlı xanım, Allah Nazlı razı olsun, xanım. çox Bəyəxtandan gözəl bir mənə şey. söz atarsan burada. Amma indi deyəsən, deyəsən məsələlər Hətta ayrı. doktorluqsan. Bəli, sən artıq həkimliksən, mən yanında şükürəm. Valla, Bəyəxtandan mənə söz atırdı. Yavaş-yavaş görürsən özün yaxşı mənada. Belə deyək. 3598 yazır bizə, Nazilə xanıma salamlar, Mirələm qardaşıma, Nigar xanıma, Nazilə xanıma salamlar. Çox gözəl verilişə görə Babək İrandan, Ərdəbildən bizə yazır, göndərir 3598-dən. Sonra 7453-dən bizə Kəmalə xanım daimi izləyicimiz, çoxdan da səs sorağı yox idi, Dağıstandan yazır, İzmirbaş şəhərindən. Ondan sonra Tambovdan Ayşən yazır, bizə göndərir. Qonaqlarımızın hər birinə təşəkkürünü bildirir. Nə gözəl ortam yaratmışsınız, orada belə bir SMS yazır. Bugün də ağlatdınız bizi, Samir 7319 yazır. Təbii ki, Nazilə xanım ağladıb. Biləsuvardan 2378-dən almışıq bu SMS-i. 52 ola bilər. Hə, ola bilər, o da ola bilər. Dəqiqin yazmayıb. Sonra bizə yazır, göndərir izləyicimiz. Elşəndir sizi narahat edən, qonaqlarınıza salamlar. İmişli rayonundan yazırlar bizə. Sonra 5573 alo yazır Rusiyadan, salamlar qonaqlarımıza. Tovuzdan 7327 nömrəsindən, Nigar xanımdan mahnı istəyirik. 6827 nömrəsindən 2435 yazır. Əziz oğlum Samir, mənim oğlum. Nə yazır? Mənim oğlum, sizi çox istəyirik, təşəkkür edirik. 4211 yazır, biz səni çox sevirik. Mənim nə yazır? Baxıram verilişinizə, 9 yaşlı oğlum var, o da hər verilişinizə baxır, 4211 nömrəsindən yazırlar. Rusiyadan Mirələmə salam, mümkündürsə, gözəl bir İva Ağcabədidən Namik yazır. Fizza xanım bizi salamlayır 4473-dən Rusiyadan. 6131 yazır Qazaxıstandan, Aktaudan Namis yazır bizə bu SMS-i. Sonra yazırlar Beyləqandan 8957 nömrəsindən. Verilişinizi çox baxırıq, verilişinizə Lənkərandan sizdən bir şeir istəyirik, olacaq birazdan sonra. Sonra Samir qonaqlarına salamlar. Nə yazırlar? 99, bir saniyə, maraqlı SMS idi, onu oxuyum. Samir bəy, qonaqlarınızı salamlayıram. Gəzməli yer varsa da, o da Azərbaycandır. 99, bəli. Səfərlərdən danışırıq, əziz tamaşaçılarımız. Amma bu məqamda istəyirəm Nigar Şabanovadan bir ifa təqdim edək. Bəli, Nigar, buyur, zəhmət olmasa səndən gözəl bir ifa alaq. SMS-lərinizi, zənglərinizi gözləyirik, hörmətli izləyicilərimiz.
Bu ömür yolunda üz yüze geldik. Zulmet bir geceden gündüze geldik. Bu ömür yolunda üz yüze geldik. Zulmet bir geceden gündüze geldik. Ya sen ahırda biz göze geldik. Ne olar Allah'ım ayırma bizi. Ne olar Allah'ım ayırma bizi. Deyesen ahırda biz göze geldik. Ne olar Allah'ım ayırma bizi. Ne olar Allah'ım ayırma bizi. Duymadık sevginin şirin tadını. Vurma kalbimize hicran odunu. Eşit sevenlerin gam feryadını. Ne olur Allah'ım ayırma bizi. Ne olur Allah'ım ayırma bizi. Ne olur Allah'ım ayırma bizi. Ne olur ya Rabbim ayırma bizi. Belki bu mehabbet bir alın yazı. Yoksa bu yazıya yoktur bir pozu. Belki bu mehabbet bir alın yazı. Yoksa bu yazıya yoktur bir pozu. Ayırmak istesen al canınızı. Ne olar Allah'ım ayırma bizi. Ne olar Allah'ım ayırma bizi. Ayırmak istesem al canımızı. Ne olar Allah'ım ayırma bizi. Ne olar Allah'ım ayırma bizi. Duymadık sevginin şirin tadını. Vurma kalbimize hicran odunu. Eşit sevenlerin gam feryadını. Ne olur Allah'ım ayırma bizi. Ne olur
Teşekkürler Nigar Hanım Şabanova, Mirələm Mirələmov, Nazilə Səfərli, Nurani Hanım Əliyeva. Bugün tam səmmidədir əziz tamaşaçılarımız. Maşallah yeməyimizin qoxusu yayılıb buralara. Həqiqətən də mən artıq bihuş oldum burada. İndi tamaşaçılarımız da ki, belədir ki, hər evdə olan bir ərzaqlardır. Buyurub tamaşaçılarımız da bu yeməyi günortaya hazırlaya bilərlər. Nuş olsun deyirik sizə. Reklamlara ayrılacağıq, amma reklamlara ayrılmadan öncə əziz tamaşaçılarımız, mən buradan söyleyeyim ki, biz səfərlərdən danışırıq. Bu arada tam səmminin də səfərləri olacaq. Martın 21-də Gürcüstana gəlirik. Paytaxt Tiflis şəhərində olacaq. Orada yaşayan Azərbaycanlarımızla çox maraqlı bir proqram çəkib sizə gətirəcəyik. Martın 24-də 30 arası Moskvada, Sankt-Peterburgda qurulacaq kameralarımız. Gəlirik, biz də gəlirik səfərlərə, amma indi reklamlara ayrılacaq. Deməli, proqramımızın sponsorlarından biri Lavpala Şarlı Sarayıdır, sevgi məkanı. 300-350 nəfərlik qonaqlarınızı siz orada yerləşdirə bilərsiniz. Əvvəla sütunsuz geniş bir zalı var, göz oxşayan bir zalı var. O deyir, görünən dağa bələdçi lazım deyir. O pləkanları qalxanda başa düşürsən ki, orada hansı gözəlliklərlə qarşılaşacaqsan. Cəmili cümlətanı 25 manatadır menyonun qiyməti. Amma siz əgər menyu eləmək istəmirsinizsə, bu Şadlıq Sarayının digərlərindən bir fərqi də var ki, bu Şadlıq Sarayı sizə icarəyə verilir. İcarəyə verilir, götürürsünüz Şadlıq Sarayını icarəyə, barın bazarlığını edirsiniz və istədiklərinizi o günü orada həyata keçirdirsiniz. Ünvanları belədir. Sumqayıtda 1-ci mikrorayonda Nəriman Nərimanov küçəsində yerləşir. Keçmiş Rusiya Kinoteatrı ilə üzbəüz. Əlaqə telefonları 050-695-0405. Proqramımızın gedişatı zamanı zəng vuran izləyicilərimizə də xüsusi endirimlər olacaq, onu da deyim bilin. Reklamlara ayrılırıq, reklamlardan sonra davam eləyəcəyik. Bizdən ayrılmayın. Davam edirik ki, əziz tamaşaçılarımız, çox qısa bir reklam aramız oldu. Yenə bərabərliyimiz elə qaldığımız yerdən davam edir. Əslində şeir söyləmək istəyirəm sizə. Deməli, mən bu şeirə görə Aşıq Fərhada təşəkkürümü bildirirəm. Fərhad Əhlimanoğlu. Və təşəkkürümü bildirmək istəyirəm ki, dedi, bütün mahnılarımın minusları sənə qurbandır. Eldar Ələkbərova, Allah onu ürəyinə görə versin. Həqiqətən bizim gözəl ifaçımızı gecə saat 12-də gətirdi, o minusu tapdı, axtardı, təhvil verdi bizə, işlədik. Fərhada görə təşəkkür